Herkese salam, kanalıma ve videoma xoş gəlmisiniz. Necəsiz? Maraqlı bir video ilə qarşınızdayım bugün və düşünürəm ki, şagirdlərin əksəriyyətinin də istəyəcəyi bir videodur, istədiyi bir videodur. Deməli, bugünkü videomuzu başlıqdan da gördüyünüz kimi yüksək bal toplamağın sirri deyə bir video çəkməyə qərar verdim. Düşündüm ki, bu vaxta kimi yəni mən sırf bu haqqda danışdığım bir video çəkməmişəm. Və bu videoda ümumi olaraq hazırlıq prosesindən danışacağam. Necə hazırlaşırdım, nələr rola malikdir yüksək bal toplamaq üçün, şagirdin özündən nə qədər asılıdır bu. Yəni bu tip şeylərdə ümumi bir səmimi söhbət eləmək istəyirəm və buradan müəllimlərimə təşəkkür edəcəm. Mənə kimlər, harda hazırlaşmışam, necə hazırlaşmışam, hansı müəllimlərlə hazırlaşmışam və s. yəni bu haqqda ümumi bir danışmaq istəyirəm. Və bunu da qeyd edim ki, mən özüm video çəkmişdim bundan əvvəl, görmüsünüz zaten. Deməli, xaçmaz birincisi oldum 295,4 bal ilə, yəni rayon birincisi adını qazandım. Region birincisi adı isə hələ ki bilinmir, çünki 15 mart nəticələri hələ açıqlanmayıb. Onlar da açıqlansın, baxar region birincisi olacam, yoxsa olmayacam, o hələ dəqiq bilinmir. Amma 9-cu sinifdə region birincisi olmuşdum, yəni 9-da region üzrə, tək xaçmaz üzrə yox, region üzrə, şimal region üzrə birinci idim. Hələ ki indi rayonda bilinmir. 15 martdan sonra video çəkəcəm əgər region birincisi olsam. Baxaq, nəysə. Deməli, bugünkü videomuzda 3 başlıq üzrə danışmaq istəyirəm. Yüksək bal toplamağın sirri nədir? Deməli, burada qeyd etmişəm mən 3 şey. 1. Şagirdin öz potensialı. 2. Məktəb bünövrəsi. Və 3. Hazırlıq. Bu üçü sintez olunsa yaxşı, şagird 300 bala kimi toplaya bilər. Yəni, əsas bu üçüdür. Mənim öz fikrimcədir, yəni mən də burada bunlardan danışacağım. Başlayaq onda. 1. Şagirdin potensialı. Deməli, və bunu da deyim ki, yəni bu videonu izləyərək, məsləhətlərimə əməl edərək siz də belə deyək də mən özüm burada özüm şəxsən necə hazırlaşmışam, öz hazırlıq müddətini necə keçib, nələr eləmişəm. Amma belə dedik ki, hansı kitabdan hazırlaşmışam və s. yox, daha çox belə hansı müəllimdən hazırlaşmışam, hazırlıq seçimi necə olmalıdır, belə tip, yəni vəsait tipli bir video çəkməyəcəm. Çünki bu tip çəkmişəm artıq, bilirsiniz hansılar vəsaitdən işləmişik, nə eləmişik. Deməli, birinci başlıca şagirdin potensialından nə qədər asılıdır yüksək bal toplamaq? Əlbəttə ki, mənim fikrimcə bu üç şeydən, yəni bünövrə, hazırlıqdan çox, nisbətən daha çox, şagirdin özünün potensialı önəmli rola malikdir. Deməli, şagirdin potensialı niyə önəmli rola malikdir? Çünki şagird əgər zəif şagirddirsə, zəif deməyin, çünki zəif şagirdin əgər iradəsi varsa, o yüksək bala kimi çata bilər, yəni maksimum olmasa da müəyyən qədər bal toplaya bilir. Lakin, deməli, müəyyən qədər, belə də necə deyək, yəni şagird tutaq ki, heç bir iradəsi yoxdur, hədəfi yoxdur, yola verir. O, hansı müəllimlə hazırlaşırsa, hazırlaşsın, zaten aşağı bal toplayacaq. Yəni bir hədəfi yoxdur, zaten yəni heç nəyə hazırlaşmır. Addır ki, yəni hazırlaşır. Yəni o tip şagirdlər zaten hər yerdə var, bilirik. Yəni o şagirdin potensialından əsasən asılıdır hazırlıq. Yəni müəllimdən də asılı olduğu qədər şagirdin potensialından daha da çox asılıdır. Çünki şagirdin potensialı olduqda, şagird özü çalışdıqda, zəhmət çəkdikdə nəticəsi əlbəttə ki olacaq. Birinci budur, yəni onu deyim ki, yəni sizə özünüzdən asılıdır hər şey. Hər şey özünüzdən asılıdır. Əlavə şeylərin təsiri olsa da hər şey birinci növbədə özünüzdən asılıdır. Çalışın ki, qabağınızda bir hədəfiniz olsun ki, mən bunu eləyəcəm, buna doğru belə qürurlu addımlarla, həvəslə irəliləyin, yəni yola vermədən ki, yəni nəticə olsun. Çünki əsas burada budur. Əsas insanın iradəsi olması birinci roldur mənim fikrimcə. Yəni mən özümdə yəni bunu tapmışam, düzdür özüm belə şey eləmək kimi olmasın, amma mən özümdə belə bir şey var idi ki, mən bir hədəf qoydumsa qabağıma mütləq şəkildə ona irəliləyirəm də. Yəni mən 9-cu sinifdə zaten deyirəm yüksək toplayacağam. Hədəf qoymuşdum özümə ki, 280-i keçəcəm. 297 yığdım. 11-də də hədəf qoymuşdum ki, 280-i keçəcəm. İmtahanı verdiyim kimi zaten ehtimal keçəcəm. Sadəcə biraz 11-də narahatlığım var idi demişdim o biri videoda ki, bəlkə bal kəsdilər, amma kəsmədilər. 295 bal oldu, sağ olsunlar. Yüksək alındı yenə. Belə, yəni bu əsas şagirdin potensialı. Digər önəmli amillər hansılardır? Onlar da önəmlidir. Deməli 2 və 3-cü. Məktəb bünövrəsi və hazırlıq. Məktəb bünövrəsi nədən önəmlidir? Və bir də belə deyək ki, mən özüm belə deyək, məktəb bünövrəsinə önəm verən biriyəm. Çox şagird deyir ki, məsələn, heç nə bilmir, sıfırdır şagird, gəlib hazırlığa gedəcək, güya ki, bu nəsə yüksək bal toplayacaq. Amma belə deyil. Məktəb bünövrəsi önəmli rola malikdir. Səmimi olaraq bunu qeyd edə bilərəm ki, mən özüm məsələn 11-ci sinifdə olsam da bu il 11-in dərsini həll işləyirəm. Təsəvvür integral bölməsindəyim bu dəqiqə. Həll işləyirəm də, yəni 11-in riyaziyyatının mən dərsini işləmişəm. Düzdür, Azərbaycan dili və ingilis dili olmasa da onları məsələn yuxarı siniflərdə artıq 10-11-də işləməməyə qərar verdim. Nə mənada belə işləyirdim, lakin belə oturub ardıcıl, yəni sistemli şəkildə işləmədim də. Çünki Azərbaycan dili və ingilis dili fənlərində özüm müşahidə etdim ki, imtahana tam uyğun deyil dərslə getmək.
tam uyğun deyil. Test topları bəs edir. Riyaziyyatda da düzdür bəs edir, amma riyaziyyatda mən blok imtahanda verəcəyimə görə dərsliyə önəm verdim ki, yəni dərsliklə sintez olsun, lap qəşəng olsun ki, yəni riyaziyyat qəşəng olsun, çünki bizdə əsas balı riyaziyyat verir. Və bunu dedim ki, yəni məndə məktəb növbəsi həmişədən yaxşı olub və buna görə də mən hazırlaşmağa başlayanda, kursda hazırlaşmağa başlayanda mənim üçün belə deyək, rahat oldu. Və bunu da qeyd edim ki, özüm uğur kurslarında hazırlaşmışam, Xaçmazda uğur kursları. Deməli, belə deyək. Və mən deməli kursa getməyə başlayanda artıq məndə bir növrə yaxşı olduğuna görə mənim çox belə ağır bir müddət olmadı, hazırlıq müddəti, düzdür çətinlikləri oldu, amma bir növrə olduğuna görə o biraz mənim üçün necə rahat oldu. Belə, yəni məktəb növrəsi önəmlidir. Məktəb növrəsi həqiqətən çox önəmə malikdir. Məktəb müəllimlərinin adını çəkim əvvəlcə buradan, sonra hazırlıq kurs müəllimlərindən danışacağam. Kursumuzun belə ümumiyyətlə sistemindən, uğur kurslarında biz nədən belə deyək də təhsilimiz necə idi, niyə mən kursda hazırlaşmağı seçdim, fərdi getmə məsələ bunlar haqqında danışacağam zaten birazdan. Məktəb növrəsi haqqında belə deməli danışım ki, məktəb növrəsi demə məktəb müəllimləri haqqında. Məktəb müəllimlərinin Azərbaycan dili 2 müəllim dərs keçib mənə məktəbdə. Daha doğrusu ibtidai nəzərə almıram da. İbtidai sinif müəllimi zaten Nura müəllimdir. Ona da ayrıca təşəkkür edirəm çünki belə deyək də ən başdakı növrənin qoyulmasında onun rolu önəmli də böyük oldu. Sonradan 5-ci sinifdən 11-ci sinifə kimi mənim, deməli 5-dən 8-ə Orxan müəllim dərs keçib, 9-dan 11-ə isə Xatirə müəllim dərs keçib mənə Azərbaycan dili fənnini. Onlara təşəkkür edirəm Azərbaycan dili fənnindən, çünki bu növrəmin qoyulmasında dediyim kimi məktəb növrəsində onların rolu əvəzsizdir. Riyaziyyatdan Vəfa müəllimə təşəkkür edirəm. Vəfa müəllim keçib mənə 5-dən 11-ə kimi, yəni neçə il ildir 5-dən 11-ə, 7 il boyunca mənə Vəfa müəllim keçib riyaziyyat məktəbdə. Ona təşəkkür eləyirəm. İngilis dilindən isə Aliyə müəllim keçib. O da mənə Aliyə müəllim ümumiyyətlə çox 5-dən yox, 1-ci sinifdən 11-ci sinifə kimi, yəni 12 il dərs keçib mənə. Yəni ona da təşəkkür edirəm. Aliyə müəllimə də buradan minnətdaram ki, o da yeni məktəb növrəsində önəmli rola malikdir. Və keçirik 3-cü. Əksəriyyətlə də maraqlı gələn, məndən də zaten soruşulurdu ki, hansı kursdan hazırlaşmısan, necə hazırlaşmısan və s. Hazırlıq müddəti. Mən deməli hazırlığa nə vaxtdan başladım? Mən özüm fərdi müəllim yanına heç getməmişəm. Yəni heç mən fərdi hazırlaşmamışam. Mən hazırlaşdığım müddət ərzində ancaq kursda hazırlaşmışam, uğur kurslarında. Xaçmazda uğur kurslarında hazırlaşmışam və deməli bunu qeyd edeyim ki, 8-ci sinifdən başlayaraq mən hazırlığa getmişəm kursda. Düzdür, 8-ci sinifdə tam getmədim. 9, 10, 11-də 3 il mən tam kursda getmişəm. Hələ də gedirəm zaten 11-ci bloka hazırlaşdığımız müddətdir. 8-ci sinifdə isə deməli noyabr ayına kimi getdim. Avqust ayında noyabr ayına kimi. Dedim ki, 8-də o qədər düşündüm ki, ehtiyac yoxdur kursa getməyə, çünki həm yorulurdum, həm də düşündüm ki, əsas 9-cu sinifdə zaten mən yorulacağam, 8-də özümü yormayayım. Ona görə 8-ci sinifdə az getdim. 3 ay deyəsən avqust, sentyabr, oktyabr, noyabr, həm də 3 ay təxminən belə, yəni hazırlaşdım kursla. Dedim ki, 9-da zaten mən hazırlaşacağam imtahana. Qoy 8-də hələlik biraz istirahət müddəti olsun mənim üçün. Ona görə 8-də çıxdım kursdan sonra. Lakin 9, 10, 11-ci sinifdə 3 il mən uğur kurslarında hazırlaşmışam. Tam ildə, yəni 3 tam il hazırlaşmışam və 9-cu sinifdə 297 bal toplamağım və 11-ci sinifdə də 295 bal toplamağım önəmli rola malik olan, belə deyək də, mənim hazırlığımın əsasını təşkil edən uğur kursları oldu. Onlara buradan ayrıca xüsusi olaraq təşəkkür edirəm. Deməli, kursumuzun rəhbəri Vüsal müəllim başda olmalı, bütün müəllim kollektivinə buradan təşəkkür etmək istəyirəm. Çünki ümumiyyətlə hazırlıq müddətində onların rolu əvəzsiz oldu mənim üçün. 3 ildən artıq mən yəni kursumuzla hazırlaşdım və bu nəticənin toplanması belə deyil. Baxın, məktəbdə deməli bu növrəni qoyduq. Kurs isə mənim üçün niyə qəşəng oldu? Kurs isə balımın biraz da belə qəşəngləşməsində, tam mükəmməlləşməsində rol oynadı. Məsələn, belə deyim, mən kursa getməsəydim bəlkə indi kursda hazırlaşmasaydım, məsələn, ümumiyyətlə hazırlıq getməsəydim, əlavə tək məktəblə öyrənsəydim, yenə yüksək toplaya bilərdim. 250, 260 yığardım. Lakin kursun önəmli yeri mənim üçün odur ki, kurs balımın biraz da belə deyək, mükəmməlləşməsində rol oynadı. Yəni kursla hazırlaşmağa məni gətirib, yəni rayon birincisi, 9-da region birincisi olmağıma səbəb oldu. Gətirib çıxardı. Həqiqətən bu qürur verici bir histir. Ona görə müəllimlərimə təşəkkür eləmək istəyirəm. Deməli, müəllimlərim kimlər oldu mənim kursda? Kursda deməli, mən Azərbaycan dilindən 9-11-ci sinifdən deməli danışacağam. 9-cu sinifdə Qızılgül müəllim keçib mənə, Azərbaycandan kursumuzun müəllimlərindən. 10-11-də isə Fidan müəllim keçib mənə. Onlara təşəkkür edirəm. Azərbaycan dilindən deməli 9-da Azərbaycan dili 90 neçə idi? 97.1, 11-də isə 97.5 olması
olmasına görə müəllimimə təşəkkür edirəm. Riyaziyyatdan kursda kimlər keçib mənə? 9-cu sinifdə Gülnar müəllim keçib, 11-ci sinifdə Vəfa müəllim keçib. Onlara da təşəkkür edirəm. Deməli 9-da 100, 11-də isə 97.9 bal riyaziyyat gəldi. Onlara da dərin təşəkkürümü edirəm. Həqiqətən onların da əməyi çox olub üstümdə. Və bir də qaldı ingilis dili. İngilis dili fənnindən isə deməli bizdə Xumar müəllim hazırlıq keçib. Mən ümumiyyətlə kursda ən çox dərs keçən Xumar müəllimdir. O 9-da da yəni onunla razılaşmışam, 11-də də. Yəni bizdə çünki kursda eyni bir fəndən bir neçə müəllim var. İndi hansı düşürsə sizə, hansı sinifə məsələn dərs keçəcəksə həmin il o düşür. Amma məsələn məndə ingilis dilindən bütün il boyunca mən hazırlaşdım. Bütün mən yəni kursa getdiyim müddət ərzində Xumar müəllim keçib mənə dərsi ingilis dilindən və onun sayəsində də daha doğrusu ingilis dilindən 9-cu sinifdə, 11-ci sinifdə 100% nəticə topladım. Həqiqətən çox qəşəng hissdir ki, ingilis dili hər iki imtahanda 100 oldu. Hər iki imtahanda da ingilis dilindən narahat idim ki, bəs az olar, birdən nəsə olar, lakin hər ikisində ingilis dili 100 gəldi. Belə müəllimlərimə təşəkkür edirəm buradan. Onlara minnətdaram ki, yəni mənə dəstək oldular, həm psixoloji olaraq bizə imtahan müddətində müəllimlər dəstək oldular, imtahana yaxınlaşdıqca motivasiya tipli, xüsusilə Fidan müəllimimiz də belə necə bizi həvəsləndirirdi, motivasiya verirdi. Ona da təşəkkür edirəm. Digər müəllimlərə təşəkkür edirəm və bir də bundan da danışaq ki, bəs niyə mən özüm kursda hazırlaşmışam, niyə fərdi getmək mən belə deyək seçməmişəm? Bundan danışaq. Ümumiyyətlə mənim üçün kursun üstünlükləri həqiqətən çox oldu. Deməli, niyə kurs seçimi mənim üçün yaxşı oldu və niyə məhz uğur kurslarını seçdim? Deməli, ümumiyyətlə kurs seçiminin mənim üçün əsas belə deyək mənim mənə xoşuma gələn ən yaxşı cəhəti vaxt məsələsi oldu ki, normalda hazırlığa gələn bir şagird, məsələn 5 fəndən hazırlaşıram da mən. 5 fəndən hazırlaşan şagird həftənin 7 günündən ən azı bir 6 günü hazırlıqda olur. Ən azı 6 gün hazırlıqda olur. Bir günə 2 dənə hazırlıq düşən var, 3 dənə hazırlıq düşən var. Yəni belə deyək, biraz nizamsız olur. Mən buna görə yəni fərdi hazırlaşmağı istəmədim. Özüm seçmədim. Məsəl üçün belə deyək, şagird 2-dən 4-ə müəllim yanındadır, 5-dən də 7-yə müəllim yanındadır. O 4-dən 5-ə olan o aralıq yolda keçir, itir də, yəni belə deyək, faydasız olur. Amma bizdə kursda yaxşı cəhət o idi ki, mən deməli 7 gün həftədə 7 gün var. 7 gün 4 gün kursa getmişəm ümumilikdə. 11-ci sinif hazırlıq müddətində 1, 2, 4, 6 kursa getmişəm və deməli 4 gün hazırlaşırdıq biz. Və 3 gündə boş qalırdı. 3-5 bazar boş qalırdı. Həqiqətən çox qəşəng bir şeydir ki, əlimdə mənim vaxtım olurdu ki, evdə oturub dərs yazım, yəni tapşırıqları çatdırım. Amma fərdi hazırlıqda bir dənə deməyədim, müəyyən mənim üçün mənfi cəhətləri ola bilərdi ki, deməli vaxt problemi var idi. Yox, ola bilərdi. Çünki kurs hazırlığında vaxt problemi mənim üçün o qədər də olmadı. Düzdür, çatdıra bilmədiyim vaxtlar olurdu. Amma mən əgər fərdiyə geçsəydim, mənim üçün biraz da daha çətin olacaqdı bu müddət ki, çünki yollarda da vaxtım gedəcəkdi. Amma belədir ki, kursda belədir ki, saat 3-də gedirəm, 8-də dərsdən çıxıram, gəlirəm, 5 saat kursda oluram. Tam dolu da, yəni itirdiyim bir vaxt olsun, arada gedən vaxt olmurdu. Bax bu nizama görə, yəni bu qəşəng cəhətdir ki, yəni tövsiyə edərdim ki, kursda hazırlaşmaq mənim üçün sərf elədi belə deyək də. Sonra bizim kursun belə deyək yaxşı cəhətlərindən biri də o idi ki, həmişə bizim kurs peşəkar müəllim kollektivi ilə işlədiyinə görə, belə deyək, mən bütün illəri dərs keçən müəllimlər həmişə belə deyək də, nəticəmin yüksək olmasında, nəticəmin getdikcə artmasına səbəb oldular, gətirib çıxardılar. Deməli, bizim kursda ümumiyyətlə bütün müəllimlər belə deyək, öz sahəsində peşəkar və necə deyək, tam dərin bilən və şagirdə belə deyək, 100% nəticə qazandıracaq qədər öyrədən müəllimlərdir də. Ona görə də deməli nəticəmin bu qədər yüksək olmasında, yəni 300-ə yaxın bir nəticədə çox arada kiçik fərq də, yəni fərq var da, yəni təxminən ona görə müəllimlərin peşəkar olması da önəmli rola malik oldu. Yəni müəllim seçimində ümumiyyətlə önəmli rol kimi də bunu qeyd edə bilərik ki, müəllim seçimi çox önəmlidir. Bizdə amma kursda bir yaxşı yer var ki, məsələn kursa gedirsən, artıq müəllimi özün seçmirsən də, kurs özü sənin üçün peşəkar müəllimlər seçir, müxtəlif yerlərdən gəlir, orada çalışırlar, sənə gəlib 5 müəllim orada dərsi keçir. Bu cəhəti yaxşı idi. Bu cəhətdən yəni mənim heç vaxt peşmançılığım olmayıb müəllim seçimində, çünki kursa gedirəm rahat da, yəni müəllimlər zaten kursdan özləri təşkil edirlər, müəllimlər özləri gəlib dərs keçirlər orada və zaten bu baxımdan əla olur, yəni hazırlıq müəllimləri baxımından məndə problem olmayıb heç vaxt. Belə, sonra nə qaldı başqa? Belə ümumi olaraq dediklərimi dediyim və sizə də tövsiyələrim bundan ibarətdir ki, həmişə qabağınızda bir hədəfiniz olsun. Bu hədəfə doğru inamla addımlayın. Bu yolda bünövrəniz olmalıdır əvvəlcə ki, əvvəlki siniflərdən sizdə müəyyən bir baza olmalıdır. Sıfırdan hazırlaşmaq mümkün deyil mənim fikrimcə. Sıfırdan yəni bacarmaq çətindir həqiqətən. Çünki riyaziyyat məsələn xüsusilə elə bir fəndir ki,
zəifdirsə sənin bu növrən sənin üçün çətin olur birbaşa bilməsən 1 il hazırlaşıb 9-da yüksək toplasan düzü mümkündür. Amma biraz əziyyətli olur da gərək bir xeyli əziyyət çəkəsən. Amma əziyyət çəkməyib nisbətən rahat olmasını istəyirsə, çalışın ki necə bir növrə olsun sizdə, əvvəldən nəsə bir biliyiniz olsun, sıfırdan olmasın hazırlıq müddəti və hazırlıq müəllimi seçməyə xüsusi diqqət edin ki, müəllimin nəticələri yüksək olsun. Deməli, yüksək səviyyədə öz texnikaları ilə hazırlaşdıran müəllimlər həqiqətən şagirdin yüksək toplamasında önəmli rol oynayır. Bəzi müəllimlər də olur ki, məsələn, çox belə deyim, fənn sahəsində qəşəng bilir, lakin onu şagirdə öyrədəndə belə deyim, metodu tam o olmur da, yəni tam qəşəng çıxmır, amma bizdə məsələn mən o qeyd edirəm ki, mənim hazırlıq müddətində, yəni dediyim kimi də bu tip hallar yaşamamışam. Müəllim seçimi baxımından bir problem olmur bizdə kursda, olur kurslarında. Belə ümumi olaraq bu qədər danışdım. Uğurlar arzulayıram hamıya. Bundan sonraki illərin onlarına da 9-larındakı imtahanlarda uğurlar arzulayıram hamısına. Yüksək nəticələr toplayın. Və hazırlıq müddətində düzdür enerjidən düşəcəyiniz vaxtlar olacaq. Mənim də olurdu. Yorulacaqsınız, bezəcəksiniz, amma həmişə hədəfinizə doğru uğurlu, belə deyək, həvəsli addımlarla addımlar düzdür. Bəzən həvəsiniz olmaya bilər, lakin hədəfinizi yadınıza salın və buna doğru belə inamlı addımları irəliləyin. Belə, son olaraq bütün məktəb müəllimlərimə, bütün kurs müəllimlərimə təşəkkür edirəm ki, məni yetişdirdilər. Bu nəticəmi toplamağımda rol oynadılar. Deməli, məktəbim Əfqan Yəhyayev adına Çiləgirkən tam orta məktəbi oldu. Oranın bütün məktəb kollektivinə, deməli, müəllimlərimə hamısına təşəkkür edirəm. Yəni, çünki yüksək nəticə bir dəfəyə olan bir şey deyil. Müəyyən bir uzun proses ərzində olur. Və məndə bu uzun proses ərzində məktəbin deməli 11 illik əziyyəti və kursumuzun da 3 ildən artıq mənim üzərimdəki bu belə deyək, əziyyəti nəticəsində belə yüksək bal topladım. Hamıya uğurlar arzulayıram. Videonu izlədiyinizə görə təşəkkür edirəm. Sağ olun.